Bugün 6 aprel 2025-ci il. Qəbələ rayonunun Qum qəsəbəsinin qəbirstanlığındayıq. Şəhid Sahil Şirinovun anım günüdür bu günləri. Şəhid Məkan Qəhrəmanovun anası Elmana Fətullayev. Şəhidimizin anım günündə iştirak etmək üçün gəliblər. Şəhid anaları. Keçin içəri. Qəbələ şəhid ailələri burada iştirak edir. Azərbaycanımızın qəhrəmanlarından biri. Allah bütün şəhid analarımıza səbir versin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Salam. Tərənə xanım hər zaman şəhid analarının yanındaram. Şəhid ataları. Selamünaleyküm. Qəbələ şəhid ailələri, şəhid ataları, hər birisi cəm olubdular bu tədbirdə iştirak etmək üçün. Kərbəlayı Elgiz qardaşımız da sağ olsun. Bizi bura gətirdi. Allah kömək olsun, Allah razı olsun. Hanım da Tərənə xanım hər bir zaman şəhidlərimizin parklara vurulması üçün o şəkillərin hər bir zaman yoxlayıb, yığıb, toparlayan, bizlə beraber əziyyət çəkən. Allah kömək olsun bütün tədbirlərdə. Sağ olun, var olun. Sizin də əziyyətiniz böyükdür. Borcumuz da əslində hər bir vətəndaşın borcudur ki, şəhidlərimizi yaşada, onlar üçün əlimizdən gələni əsirgəməyə. Kimdə o vətənpərvərlik ruhu varsa, Allah ona hər zaman ilham pərsin, güc eləsin, yormasın, yorulmasın. Amin. İnşallah ki, hər zaman əlimizdən gələni də əsirgəməyəsin. Amin inşallah. Allah razı olsun. Şəhid analarına. Amin. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ya ehled diyaril kavmul mu'minun. İnna inşallah bihim lahiqun. Aziz ve değerli şehit kardeşimiz Sahil Şirinov başta olmakla can Azerbaycan azadlığı uğrunda aziz canını qanını fəda edən bütün şehit kardeşlerimizin mübarek ruhu için, Allah rızası için, qəbirstanlıq əhlinin ruhu için, bura gələn bu değerli cemaatimizin ölmüşlərinin ruhu için El-Fatiha. Allahümme sallallahu Muhammeden. Uca Allah'ın selamı, rahmeti, bereketi cümlemizin üzerine olsun. Allah bütün şehitlerimizin məqamını uca, yerlerini cennetli eylesin. Tam 9 yıl bundan önce Azerbaycanımız müstakil olduktan sonra ilk defa işgal altında olan torpaklarını Allah'ın izniyle əziz ve değerli şehit kardeşlerimizin kanı bahasına, gazilerimizin canı kanı bahasına, veteran oğullarımızın gücüyle, Allah'ın izniyle Lələtəpə deyilən yüksekliğe giden döyüşlerde torpaqlarını işğaldan azad edir. Allah'a həmd olsun. Elə 44 günlük zəfər müharibəmizin, hal-hazırki döyüşlərimizin, bütün döyüşlərimizin bir qığılcım olarak başlanılan aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir sənnamədir, bir tarixdir. Biz bu yolda, bu uğurda əziz canını qanını fəda edən bütün şəhid qardaşlarımızı Rabbimin rəhməti ilə anırıq. Allah-u Teala qazilərimizə güc, qüvvət versin, sağlamlıq versin inşallah. Vuruşan oğullarımıza, veteranlarımıza Rabbim güc, qüvvət versin inşallah. Hal-hazırda
can Azərbaycanın sərhəddində, Azərbaycan sərhəddini qoruyan bütün oğullarımızı Allah düşmən gülləsindən, namərd gülləsindən qorusun inşallah. Bir daha belə ağırlı, acılı günləri Allah elimizə, obamıza göstərməsin. Bax, bu gözəl, üç rəngli, aylıq, ulduzlu, bu gözəl bayrağımız daim zirvələrdə, daim ucalarda dalğalansın. Həmişə olduğu kimi bütün şəhid qardaşlarımızın mübarək ruhu üçün Qur'an-ı Kərim oxunacaqdır. Qur'an bizə Allahın kəlamıdır. Bizə şəhidlərin ölməzliyini, şəhidlərin uca məqam, zirvə olduğunu bildirən kitabımız Qur'an-ı Kərimdir. Fərdi Zülfüqarov qardaşımız oxuyacaq, Salih Şirinov hocamız da inşallah duasını verəcəkdir. Buyurun.